Sözün fonetik xüsusiyyətləri. Əvvəla bu tipli suallarda bilmək lazımdır ki, bizə əsas sözün tələffüzü lazımdır. Yəni, sözün yazılışında ola bilsin ki, elə bir hərf var, ya tələffüz zamanı həmin səs olmur, ya da ki, dəyişikliyə uğrayıb başqa bir səs kimi tələffüz olunur. Ona görə də mütləq bu tipli sualları yazanda birinci sözün düzgün tələffüzünü yazmaq lazımdır. Bacarıq sözünün tələffüzünü yazırıq, bacarıq. Sonra isə baxırıq suallara. Ahəng qanununa tabedir, düzdür. Yazışı ilə deyilişi fərqlidir. Bu da düzdür. Cinciltili samitlə bitir. Aha, deməli bacarıq sözündə düzdür. Yazıda q samiti var. Q samiti cinciltili samitdir. Amma tələffüz zamanı q samiti olmadığına görə bu fikir səhv olacaq. X çar samitdir deyə əslində söz cinciltili samit ilə bitmir. Çar samit ilə bitir. Ona görə də cavab olacaq C bəndi. İkinci sual. Samovar. Samovar sözünün tələffüzünü yazırıq əvvəlcə. Sonra baxırıq suallara. Üç hecalı sözdür, düzdür. Sözdəki S-çar, MVR cinciltili samitlərdir, düzdür. Sözdə A qalın açıq dodaqlanmayandır, bu da düzdür. Saitlərdən biri dodaqlanandır. Deməli, uşaqlar, o saiti tələffüzdə yoxdur. O A kimi tələffüz olunur. Ona görə də bu fikir səhv olacaq. Deməli, oldu cavab D bəndi. Üçüncü sual. 3-də deyir, lampa sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Ahəng qanununa tabedir, düzdür. Sözdə iki qalın açıq dodaqlanmayan sait var, bu da düzdür. Yazıldığı kimi tələffüz edilir, bu da düzdür. Deməli, lampa kimi tələffüz edilir, səhvdir. Cavab olacaq 3-də D bəndi. 4. 4-də deyir, mövcud sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri soruşur. Deməli, bütün cavablar səhvdir, bir dənə düzgün cavab var. Mövcud sözünün əvvəlcə tələffüzünü yazırıq. Mövcud kimi tələffüz olunacaq. Ondan sonra baxırıq cavablara. Birinci hecadakı sait uzanır, xeyir, uzanan sait yoxdur. 6 hərf 6 səsdən ibarətdir. Düzgün cavab elə B bəndidir, amma digər bəndlərə də baxaq. Samitlərin hamısı cinciltilidir, xeyir. Tələffüzdə D samiti T kimi tələffüz olunduğuna görə, deməli çar samit də var. Yalnız qapalı saitlər işlənib, xeyr. Ö saiti açıqdır, ahəng qanunu gözlənilib, bu da səhvdir. Çünki Ö incədir, U qalındır. Deməli cavab oldu B bəndi. 5-ci sual. Mövsüm sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri müəyyən edin. Düzgün fikri müəyyən edin. Deyir, cinciltili samitlərin çar qarşılığı yoxdur. Xeyr, V-nın çar qarşılığı var. F-dır. 4 samit 2 sait səs var. Mövsüm sözündə. Düzgün cavab elə B bəndidir, amma baxaq bura. Sözdə hərf və səslərin sayı fərqlidir. Xeyr, sözdə elə 6 hərf 6 səs var. Ona görə bu cavabda səhv olacaq. Sözdə uzanan sait var, bu da səhvdir. 2 dodaqlanan açıq incə sait var. 2 dodaqlanan açıq incə sait. Biri saitlərdən biri qapalıdır, biri açıqdır. Ona görə bu fikir də səhv olacaq. Cavab olacaq 5-də B bəndi. Sual görünmürmüş. Düzürü sayın sual görünmürdü. İndi baxa bilərsiniz suala. Belə olacaq. İndi keçək 6-cı suala. 6. 6-da deyir, dova sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. 4 səs 5 hərf var. Elə cavab olacaq A bəndi. Çünki dova sözünün yazışı və tələffüzü fərqlənmir. Ona görə cavab olacaq A bəndi. 7. Qumbara sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Yazışı və tələffüzü fərqlənmir. Baxaq, saitlərin ikisi qalın, açıq. İkisi qalın, açıq. 2 dənə A saiti var, düzdür, qalın, açıq. Biri qalın, qapalıdır. Bu da U saitidir, bu düzdür. Ahəng qanunu gözlənilib, bu da düzdür. Yazışı deyilişi fərqlənmir, bu da düzdür. Bütün samitlərin qarşılığı yoxdur. Xeyr, bütün samitlərin yox, M-la R-nın qarşılığı yoxdur. Q-nın da çar qarşılığı var, B-nın da çar qarşılığı var. Ona görə də cavab olacaq 7-də D bəndi. 8-ci sual. 8-də deyir, tapmaca sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri müəyyənləşdirin. Tapmaca sözü olduğu kimi qalır. 2 çar 2 cinciltili samit vardır.
Yazılışı və tələffüzü fərqlənmədiyinə görə düzgün fikri soruşur. O da T və P samitləri çar samitdir. M və C isə cinciltilidir. Burada da A bəndində deyir 2 çar, 2 cinciltili samit var. Cavab olacaq A bəndi düzgün cavab. 9-cu sual. Tapdalamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Əvvəlcə tələffüzü qeyd edək. Tələffüz belə olacaq, tapdalamaq. Sonra səhv fikrə baxaq. Bütün saytlar açıqdır, düzdür. 4 kar samit vardır. Deməli, 4 yox, 3 kar samit var. Səhv cavab olacaq elə B bəndi. Digər cavablar düzdür. Məsələn, X kar samitdir, cinciltili qarşılığı X-dır. 3 cinciltili samit var, bəli. D, L, M. Ahəng qanununda gözlənilib. Cavab olacaq B bəndi. 4 kar samit yoxdur. 3 kar samit var. Baxırıq 10-cu suala. Onda deyir, qafiyə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Qafiyə sözü belə tələffüz olunur. A saiti uzun tələffüz olunacaqdır. Qafiyə. Burada deyir, yazışı deyilişi fərqlənmir. Düzdür, əgər sözdə səs düşümü, səs artımı və yaxud səs dəyişməsi baş verməyibsə, sadəcə uzanan sait varsa, o səs yazılış və deyiliş fərqi kimi götürülmür. Deməli, həqiqətən də yazılışı və deyilişi fərqlənmir bu sözün. Ahəng qanununa tabe deyil, düzdür. A qalındı, iyincə. 3 hecalı sözdür, o da düzdür. 3 dənə sait var. Uzun sait yoxdur. Səhv fikir bu olacaq. Uzun sait var. A saiti uzun tələffüz olunur. 11. Cilovlamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Cilovlamaq kimi tələffüz olunacaq. 3 samitin kar qarşılığı yoxdur. Deməli, 3 samit bu fikir düzdür. Sözdə hərf və səslərin sayı eynidir. Bu da düzdür. Demək, saitlərin heç bir uzun tələffüz olunmur. Bu da düzdür. 4 sait, 5 samit var. Xeyr. 4 sait, 6 samit var. Ona görə də D bəndi səhv olacaq. 12-ci sual. 12-də deyir, vertolyot kimi tələffüz olunacaq. Fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. 3 hecalı sözdür, düzdür. Ahəng qanununa tabe deyil. Eynincədir, o qalın, bu da düzdür. Saitlərin biri dodaqlanmayan, ikisi isə dodaqlanandır. Xeyr. Vertolyot sözünün tələffüzü əsas götürüldüyü üçün burada deməli 2 dənə O saiti yazılışda var, amma biri A kimi tələffüz olunur. Ona görə də burada səhv fikir olacaq C bəndi. 13-cü sual. 13-də deyir, hansı sözdə səs və hərflərin sayı bərabərdir? Neftçi sözündə T düşür və sait sözündə qoşa saitlər arasında Y artırılır. Xain sözündə də, təəccüb sözündə əylərdən biri düşür, biri uzun tələffüz olunur. Aktual sözü isə yazılışı və tələffüzü fərqlənmir, olduğu kimi qalır. Cavab B bəndi. 14. Mənfəət sözünün fonetik xüsusiyyətləri. Mənfəət sözünün birinci tələffüzünü qeyd eləyək. Saitlərdən biri düşür, biri uzun tələffüz olunur. Qarşılığı olmayan 2 samit işlənmişdir. Qarşılığı olmayan N və M, bu düzdür. Yazışı ilə deyilişi fərqlidir, düzdür. Səs düşümü hadisəsi baş verib. Hərflərlə səslər sayca bərabər deyil, düzdür. 7 hərif, 6 səs var. Saitlərdən biri uzun tələffüz olunur. Bu da düzdür. Ə saiti uzun tələffüz olunur. Sözdə 2 sait, 2 heca var. Artıq burada əgər bizdən hecanı soruşursa, hecanı tələffüz üzərində götürmürük. Yazılış üzərində deməli götürürük. Heca və ahəng qanunu yazılış üzərində aparılır. Mənfəət sözündə də 3 dənə, yazılışda 3 dənə sait olduğuna görə, deməli burada cavab E bəndi olacaq. E bəndi səhv cavabdır. 2 heca yoxdur, 3 heca var. Tərifnamə sözünə baxaq. Tərifnamə sözü deməli 15-də əvvəlcə tələffüzün yazırıq.
tərif sözündə tərifnamə 2 dənə uzanan sait var. 3 zincirtili 2 çar samit var. 3 zincirtili baxaq. R, N, M zincirtilidir. T və F samitləri çardır. Deməli düzdür bu cavab. Ahənc qanunu pozulmuşdur. Düzdür. Ə incədir, A qalındır. 4 hecalıdır. 3 samitin qarşılığı yoxdur. Tərifnamə düzdür. 4 hecalıdır. 3 samitin də qarşılığı yoxdur. R-nın, N-nın, bir də M-nın. Bu da düzdür. Deyilişi ilə yazılışı fərqlənmir. Düzdür. Çünki biz bayaq dedik ki, sözdə əgər səs düşümü, səs artımı və yaxud səs dəyişməsi baş verməyibsə, yalnız uzanan sait varsa, ona deyirik yazılışı və tələffüzü fərqlənmir. Hansı ki, əgər sözdə səs düşümü baş verərsə və yaxud səs artımı baş verərsə, səs dəyişməsi baş verərsə, onda deyirik yazılış və deyiliş fərqlənir. Deməli, bunun yazılışı və deyilişi fərqlənmir. Saitlərdən yalnız biri uzun tələffüz olunur. Səhv fikir budur. Həm Ə, həm də A saitləri uzun tələffüz olunur. 15-də cavab olacaq E bəndi. 16-cı sual. 16-da deyir, bulud sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Əvvəlcə tələffüzü qeyd edirik. Bulud yazılır, bulud deyilir. Axırdakı D, T kimi tələffüz olunur. 2 hecalı sözdür, düzdür. Ahənci qanuna tabidir, düzdür. Yazılışı deyilişi fərqlidir, düzdür. Hərf və səslərin sayı fərqlidir. Aha, deməli bu səhv cavab olacaq. Çünki 5 hərf 5 səsdən ibarətdir. Demək burada nə səs düşümü baş verməyib, nə də səs artımı. Ona görə cavab olacaq D bəndi. 17. Niyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Niyyət sözündəki qoşa yığlar sözün kökünə aid olduğu üçün tələffüz zamanı düşmür, olduğu kimi qalır. Ahənc qanunu gözlənilib, düzdür. 3 samitin qarşılığı var. Deməli, Y-nın və T-nın. 2 Y, bir də T var. Hər üçünün qarşılığı var. Y-nın çar qarşılığı höst iştirikdir. T-nınki də D-dır. N-nın qarşılığı yoxdur. Saitlər incə və dodaqlanmayandır. İncə və dodaqlanmayan düzdür. 3 zincirtili bir çar samit işlənib. Bu da düzdür. Yazılışı və deyilişi, yazılışı və tələffüzü fərqlənir. Səhv cavab bu olacaq. E bəndi. 18. 18-də deyir, çimərlik sözünün tələffüzünü yazırıq əvvəlcə. Çimərlik. Sonra fonetik xüsusiyyətlərlə bağlı düzgün fikri. Söz ahənc qanununa tabi deyil, səhvdir, tabidir. Uzanan sait işlənib. Bu da səhvdir, çünki yoxdur. Burada yazıb M, R, Ç zincirtili samitlərdir. Ç zincirtili deyil, Ç çardır deyə bu da səhv olacaq. 2 R samiti var. Bəli, düzgün cavab olacaq 2 R samiti. Həqiqətən də var, tələffüzdə var. Yazılışda yoxdur, amma tələffüzdə var. 2 çar samitdir. Hə, sözdə Ç samiti yoxdur. Biz onu tələffüzdə xüstüşdiriklə əvəz elədik. Çünki elə tələffüz olunmalıdır. Deməli, cavab oldu düzgün fikir, D bəndi. 19-a baxırıq. Termin sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Yazılışı və tələffüzü fərqlənmir. Sait səslərin hər ikisi incə dodaqlanmayandır. Düzdür, E, I. Samitlərdən yalnız birinin qarşılığı var. T-nın qarşılığı var, digərlərinin yoxdur. Yazılışı və deyilişi fərqlənir. Səhv fikir C bəndə olacaq. Deməli, yazılışı və deyilişi fərqlənmir. 19C. 20. Qaynaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Qaynaq sözünün birinci tələffüzünü yazırıq. Qaynaq. Sonra suala baxırıq. Deyir, ahənc qanunu gözlənilmişdir. Bu düzdür. 6 hərf 6 səs var. Bu da düzdür. Söz zincirtili samitlə bitir. Söz yazılışında zincirtili samitlə bitir. Amma tələffüzdə Q samiti olmadığına görə həmin samit X kimi tələffüz olunduğu üçün deməli bu fikir səhv olacaq. 20-də C oldu. Düz cavab. 21. Dondurma sözünün səs tərkibi ilə bağlı səhvi müəyyən edin. Ahənc qanunu pozulmamışdır, düzdür. 8 səs 8 hərfdən ibarətdir, düzdür. Sözdə 5 zincirtili samit var. D, M, D, R. Bəli, 5 dənə zincirtili samit var.
Vurğunun yeri dəyişsə də tələffüzü fərqlənmir. Bu da düzdür. Həm açıq, həm qapalı dodaqlanan sait var. Həm açıq, həm qapalı dodaqlanan sait var. Bu da düzdür. Bir dəqiqə. Demək, vurğunun yeri dəyişsə də tələffüzü fərqlənmir. Yəni, bu suala biraz diqqətlə baxaq. Sual biraz düşündürücü sualda. Ahənc qanunu pozulmamışdır. Bu düz olacaq. 8 səs 8 hərfdən ibarətdir. Bu da düzdür. Sözdə 5 cinsli samit var. Bu da düzdür. Həm açıq, həm qapalı dodaqlanan sait var. Deməli, o açıq dodaqlanan saitdir. O isə qapalı. Bu da düzdür. Düzgün cavabları çıxanda D bəndi qalır səhv cavab. Vurğunun yeri dəyişsə də tələffüzü fərqlənmir. Vurğunun yeri dəyişir, amma tələffüzü fərqlənmir. Deməli, vurğunun yeri dəyişəndə tələffüz fərqi götürülür. Ona görə də 21-də oldu cavab D bəndi. 22-ci sual. 22. Hətta maaş sözünün fonetik xüsusiyyətləri. Maaş sözündə A-nın biri düşəcək, digəri uzun tələffüz olunacaq. Səhv fikri müəyyən edin. Tərkibindəki saitin biri tələffüz zamanı düşür, düzdür. M samitinin çar qarşılığı yoxdur, bu da düzdür. J samitinin cinciltili qarşılığı J-dır, bu da düzdür. Səs və hərf tərkibi sabitdir, yəni dəyişməzdir, olduğu kimi qalır. Bu səhv fikir olacaq. Dəyişir çünki 4 hərf 3 səsdən ibarətdir, o da olacaq D bəndi. 23. 23-də deyir, hətta sözünün fonetik xüsusiyyətləri. Hətta kimi tələffüz olunacaq. Səhv fikri. H samitinin cinciltili qarşılığı yoxdur. T samitinin biri D kimi tələffüz edilir. Bu fikirlər düzdür. Baxaq digər hissəyə. 2 açıq, dodaqlanmayan sait vardır. 2 açıq, dodaqlanmayan sait düzdür. Samitlərin hər üçü çardır. Hər üçü çardır. Baxaq, bir dənə cinciltili var, 2 dənə çar samit var. Səhv cavab olacaq D bəndi. 24. 24-də deyir, nəvazişlə sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikri müəyyən edin. Nəvaziş. Nəvaziş sözündə A uzanır. Nəvazişlə axırdakı lalə də nan-nən kimi tələffüz olunur. Vurğu sözün son icasındadır. Nəvazişlə. Səhv fikir elə olacaq A bəndi. Çünki vurğu lalə şəkilçisi vurğunu özündən qabağa atır. Məsələn, nəvazişlə deməli lalə, zərf düzəldən lalə şəkilçisi vurğu qəbul etmir. Ona görə də elə cavab olacaq 24-də A bəndi. 25. Məzəmmət sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikri. Məzəmmət sözü olduğu kimi qalır, yazılışı və deyilişi fərqlənmir. Qoşa samitli sözdür, düzdür. İncə saitlərin ahəngi gözlənilir, düzdür. Yazışı ilə tələffüzü fərqlənir. Yazışı və tələffüzü fərqlənmir. Cavab olacaq C bəndi. 26. Bitki sözünün fonetik xüsusiyyətləri səhv fikri müəyyən edin. Tələffüzü əvvəlcə qeyd edirik. Bitki. Ondan sonra cavablar baxın. Samitlərdən ikisi çar, biri cinciltilidir. İkisi cinciltili, biri çardır. Elə səhv fikir olacaq A bəndi. 27. 27-də deyir, tappıltı sözünün fonetik xüsusiyyətləri ilə bağlı tələffüz zamanı qoşa samitlərdən ikincisi bu kimi tələffüz olunacaq. Səhv fikri müəyyən edin. 8 səs 8 hərfdən ibarətdir. Düzdür. Samitlərin ikisi çar, üçü cinciltilidir. T, P. Deməli, ikisi çar, üçü cinciltilidir yazıb burada. Əksinə, ikisi cinciltili, üçü çardır. Ona görə elə səhv cavab olacaq B bəndi. 28-ə baxaq. 28. Anlamaq sözünün fonetik xüsusiyyətləri. Anlamaq olacaq. Baxaq. Sözdə fərqli tələffüz olunan 2 samit var. Biri L samitidir burada, biri də axırda X samiti, düzdür bu. Səs və hərflərin sayı bərabərdir, düzdür. 7 hərf, 7 səs. Söz ahəng qanununa tabidir, bu da düzdür. Vurğu sözün ikinci hecasındadır. Tələffüz eləyək. Ümumiyyətlə, vurğunu
tapmaq üçün mütləq sözü ucadan tələffüz eləmək lazımdır. Yəni çor-çoranə elə baxdım bu sözə vurğu burdadır deyə bilmərik. Anlamaq sözündə son heca qüvvətli tələffüz olunduğu üçün deməli burada vurğu ikinci yox, üçüncü hecaya düşür. Ona görə də cavab olacaq D bəndi. 29. 29-da biologiya. Biologiya sözü belə tələffüz olunacaq. Biologiya deməli o saiti A kimi tələffüz olunacaq. C cincirtlidir, çar qarşılığı K səsidir. Elə cavab A bəndi olacaq. Çünki C-nin çar qarşılığı K səsi deyil. Bu deyil. C-nin çar qarşılığı Ç səsidir. K səsi G-nin çar qarşılığıdır. Ona görə cavab belə olacaq A bəndi. 30-cu sual. 30-da deyir avtoqraf. 3x2 zincirtili samit işlənib. Düzdür. Təkrarlanan samit işlənib. Təkrar olunan samit. Bu səhvdir. Təkrarlanan samit işlənib. F samit 2 dəfə işlənib. Düzdür. Yazışı, deyilişi fərqlənmir. Elə səhv cavab yazışı və deyilişi fərqlənmir cavabı olacaq. 30-da C bəndi. 31. Kainat sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Kainat sözü tələffüzdə qoşa saitlər arasına bir Y əlavə olunacaq. Kainat kimi. 2 açıq bir qapalı sait var. Düzdür. Yazışı, deyilişi fərqlidir. Bu da düzdür. Saitlərdən biri uzun tələffüz olunur. Kainat. Demək, uzun tələffüz olunan sait var kainat sözündə, düzdür. 2 çar bir zincirtili samit var. 2 çar bir zincirtili xeyr. 2 çar 2 zincirtili samit var. Ona görə də səhv cavab elə olacaq 31-də D bəndi. 32-yə baxaq. 32-yə baxaq. 32-də deyir çərşənbə sözünün fonetik xüsusiyyətləri. Çərşənbə belə olacaq. Çərşənbə. 3 hecalı sözdür. Düzdür. Yazışı, deyilişi fərqlidir. Düzdür. Ahəng qanuna tabidir. Düzdür. Sözdəki N. Sözdə N yoxdur. Tələffüzdə nə varsa onu deyirik. Əgər desəydi sözdəki M samitinin çar qarşılığı yoxdur, düz olacaqdı. Amma sözdəki N dediyinə görə elə səhv cavab olacaq 31-də D bəndi, 32-də D bəndi, 33. Qəşəng sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikri göstərin. Qəşəng sözü belə tələffüz olunacaq. Qəşəng. Vurğu birinci hecaya düşür. Qəşəng. Sözü tələffüz eləyək. Nə qəşəng ikinci hecaya düşür. Elə bu fikir səhvdir. A bəndi səhvdir. Doğrunu soruşur bizdən. Sözün yazılışı ilə tələffüzü fərqlənmir. Bu da səhv fikirdir. Sözdəki saitlərin biri uzun tələffüz olunur. Bu da səhv fikirdir. 2 hecalıdır. Sözün hecaları qəşəng. Xeyr, hecalar belə olacaq. Qəşəng. 2 zincirtili 2 çar samit var. Deməli 2 zincirtili, bu da çar samit. Düzgün cavab olacaq 33-də E bəndi. 34. 34-də deyir faciə sözünün, faciə sözü faciə kimi tələffüz olunacaq. Baxırıq. A qalın açıq dodaqlanmayan saitdir. Düzdür, saitlərin sayı samitlərin sayından çoxdur. Elə səhv fikir olacaq bu fikir. Çünki 3 sait var, 3 samit var. Ona görə də elə cavab olacaq B bəndi. Saitlərin və samitlərin sayı bərabərdir olmalıydı. 35. 35-də deyir çəkid sözünün fonetik xüsusiyyətləri. Çəkid sözünün əvvəlcə tələffüzünü yazırıq. Çəkid. Sözdə C yoxdur. Vurğu birinci hecaya düşür. Çəkid ikinci hecaya düşür. Sözü tələffüz edirik. Çəkid,
Çəkic demirik ki, çəkic deyirik. Ona görə vurğu düşür ikinci hecaya. Burada da yazıb birinci hecaya, demək səhv yazıb. 36. Sözlərdən birində səs və hərflərin sayı bərabərdir. Nəqliyyat sözündə yığlardan biri düşür. Nailiyyət, səlahiyyət, xasiyyət sözlərində. Niyyət sözündə isə heç bir düşmə hadisəsi baş vermir. Ona görə düzgün cavab A bəndidir. 37. Bəhanə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Bəhanə A uzanır. Deməli, baxırıq səhv fikir. Vurğu sonuncu hecanın üzərindədir. Bəhanə düzdür. Ahəng qanunu pozulmuşdur. Düzdür. Saitlərin hamısı açıqdır. Düzdür. İkinci hecanın saiti uzun tələffüz olunur. Bu da düzdür. Qarşılığı olmayan bir samit işlənmişdir. H-nın da qarşılığı yoxdur. N-nın da qarşılığı yoxdur. Ona görə bu fikir səhv olacaq. O da olacaq E bəndi. 38. 38-də deyir, palıd sözünün fonetik xüsusiyyətləri. Palıd sözünün əvvəlcə tələffüzünü yazırıq, palıd kimi. Sonra suala baxırıq. Deyilişi və yazılışı fərqlənir, düzdür. Sait səslərdən biri qapalı, biri açıqdır, düzdür. Ahəng qanunu gözlənilmişdir, düzdür. Zincirtili samit səslərdən birinin çar qarşılığı yoxdur. Bu da düzdür. L-nın çar qarşılığı yoxdur. 2 zincirtili bir çar samit işlənib. 2 çar bir zincirtili samit işlənib. Ona görə 38 olacaq E bəndi. 39-a baxaq. Hüzünlü, üzürsüz sözləri səs artımı baş verir. Hüzünlü olur, hüzünlü. Üzürlü də, üzürsüz də olur, üzürsüz. Fonetik xüsusiyyətlərlə bağlı ortaq olmayan fikir müəyyən edin. Digər səhifədədir. Hər iki sözdə incə saitlərin ahəngi gözlənmişdir. Düzdür. 2 hecalı sözlərdir. Düzdür. Heca ilə ahəng qanunu yazılış üzərində aparıldığı üçün ona görə hüzünlü sözünün hecaları bu olacaq. Üzürsüz sözünün də hecaları bu olacaq. Hər iki sözdə yalnız dodaqlanan saitlər işlənmişdir. Düzdür. Sözlərin tərkibində həm çar, həm zincirtili samitlər işlənmişdir. Baxaq. H çardır, N zincirtilidir, düzdür. Z zincirtilidir, S çardır. Bu da düzdür. E bəndində deyir, hər iki sözdə yazışından fərqli tələffüz olunan samit var. Baxaq. Hüzünlü sözündə var, hüzünlü. Axırdakı lü şəkilçisi N kimi tələffüz olunur. Amma üzürsüz sözündə yoxdur. Ancaq səs artımı var. Ona görə cavab olacaq E bəndi. Ortaq cəhət deyil, yəni. 40-cı sual. Üzürlü, hökümlü. Üzürlü sözü belə tələffüz olunacaq. Üzürlü. Hökümlü sözü isə hökümlü kimi tələffüz olunacaq. Hecaları da belə olacaq. Heca yazılış üzərində göstərilir. Heca ilə vurğu. Üzürlü və hökümlü. 2 hecalı sözlərdir, düzdür. Hər iki sözdə yazışından fərqli tələffüz olunan samit var. Baxaq. Üzürlü sözündə var, amma hökümlü sözündə yoxdur. Ona görə bu ortaq cəhət deyil. Cavab elə olacaq 40-da B bəndi. Digər variantlara da baxaq. Hər iki sözdə səs artımı müşahidə olunur, düzdür. Hər iki sözdə yalnız dodaqlanan saitlər işlənib. Bu da düzdür. Hər iki sözdə incə saitlərin ahəngi gözlənilib. Bu da düzdür. 41-ə baxaq. 41-də deyir, maarif sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Maarif sözündə qoşa saitlərdən biri düşəcək, biri uzun tələffüz olunacaq. Ahəng qanunu pozulmuşdur, düzdür. 5 səs, 6 hərf var, düzdür. 3 hecalı sözdür, vurğu son hecadadır. Maarif, düzdür. 2 zincirtili bir çar samit var, baxaq. Bu zincirtilidir, bu da zincirtili, bu isə çardır. Bu da düzdür. Tələffüzü ilə yazılışı fərqlənmir. Deməli, səhv cavab olacaq elə E bəndi. Çünki fərqlənir. O boyda səs düşümü, uzanan sait. 42. Meşəlik sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyənləşdirin. Əvvəlcə tələffüzü yazırıq. Meşəlik axırdakı
Ç, x üstü iştirik kimi tələffüz olunacaq. Səhv fikri soruşur. Saitlərdən ikisi açıq, biri qapalıdır, düzdür. Yazışı ilə tələffüzü fərqlənir, düzdür. İncə saitlərin ahəngi gözlənilmişdir, düzdür. Demək ML zincirtili, ŞX çar samitlərdir. Bu da düzdür. Vurğu çar samitlə başlayan heyzadadır. Çar samitlə başlayan heyzadadır. Xeyr. Vurğu sözün sonundadır. Meşəlik. O da zincirtili samitlə başlayıb. Ona görə də qoy vurğunu göstərim belə. Meşəlik. Meşəlik. Axıra düşür də vurğu. O da zincirtili samitlə başlayan heyzadadır. Cavab olacaq E bəndi. 43-cü sual. 43-də deyir, hüzünlü sözünün fonetik xüsusiyyətləri. Tələffüzü yazırıq. Hüzünlü kimi tələffüz olunacaq. Sözün tərkibində bir çar, 3 zincirtili samit var. Baxaq, bu çardır, bunlar da zincirtilidir, düzdür. H çar, zınılı zincirtili samitlərdir, düzdür. Sözün deyilişi və yazılışı fərqlənir, bu da düzdür. 2 hecalıdır. Hüzünlü, düzdür. Bir çar samitin zincirtili qarşılığı yoxdur. Bir çar samitin düzdür. H'nın zincirtili qarşılığı yoxdur. Sözdə qarşılığı olmayan 3 samit işlənib. Sözdə qarşılığı olmayan 3 samit işlənib. Bir çar samitin zincirtili qarşılığı yoxdur. Hüzünlü kimi tələffüz olunub. Bir də fikir baxaq düzgün cavablara. Sözün tərkibində bir çar, 3 zincirtili samit var. Düzdür, hüzünlü. Bu düz olacaq. H çar, zınılı zincirtili samitlərdir. Aha, səhv fikir budur. Çünki L samiti yoxdur tələffüzdə. Ona görə bu cavabı gözümdən qaçırtmışam. 43-də cavab olacaq B bəndi. Çünki tələffüzdə L yoxdur, axı hüzünlü kimi tələffüz olunur. 44. Təcavüzkarlıq sözünün fonetik xüsusiyyəti. Təcavüz sözünün təcavüz A uzun tələffüz olunur. Sonra təcavüzkarlıq da belə tələffüz olunacaq. İndi baxaq. T samiti ilə başlanıb X samiti ilə bitir. Düzdür. Yazışı ilə deyilişi fərqlidir. Düzdür. Saitlərdən biri uzun tələffüz olunur, düzdür. Tərkibində qoşarı samiti işlənmişdir. Bu da düzdür, var həqiqətən də. Təcavüzkarlıq axırda. Səslərin sayı hərflərin sayından azdır. Xeyr, səs düşümü hadisəsi baş verməyib, nə də səs artımı baş verməyib. Ona görə E bəndi yanlış cavab olacaq. 44-də E olacaq. 45. 45-də deyir, yenilik arzusu birləşməsində birinci tərəfin fonetik xüsusiyyətləri. Baxın uşaqlar, biz bu tipli sual digər videolarda da etmişik, digər testlərdə də. Yenilik sözünün sonu Ç samiti ilə bitib, tələffüzdə X düşdürük kimi tələffüz olunur, düzdür. Bu tipli sözlər özündən sonra saitlə başlayan söz gələndə Y kimi tələffüz olunmalıdır. Məsələn, bu sözün tələffüzü belə olacaq. Yenilik, yenilik arzusu. Axı özündən sonra saitlə başlayan söz gəlib. İndi bizə deyir birinci tərəfin fonetik xüsusiyyəti. Yenilik sözündən söhbət gedir. Sözdə 2 qapalı, incə, bir açıq, incə dodaqlanmayan sait işlənib, düzdür. Ahəng qanunu gözlənilib, düzdür. Sözdəki samitlərin hamısı zincirtilidir. Bu da düzdür. Y da zincirtilidir, bu düzdür. Sözdə 2 yerdə X hissəsinin çar qarşılığı işlənmişdir. X hissəsinin qarşılığı işlənmişdir, düzdür. Bax, bu da, burada da Y var. Söz zincirtili samitlə başlayıb, söz zincirtili samitlə başlayıb, çar samitlə bitir. Səhv cavab bu olacaq. Çünki çar samitlə bitmir. Y ilə başlayıb, Y ilə bitir. Ona görə də zincirtili samitlə başlayıb, zincirtili samitlə də bitir olmalıdır. Deməli, cavab oldu E bəndi. 46-ya baxaq. 46. Yeticinlik əlaməti. Yeticinlik əlaməti də eyni qaydada tələffüz olunacaq. Özündən sonra saitlə başlayan söz gəldiyinə görə Y kimi tələffüz olunacaq.
yetkinlik olacaq. Fonetik xüsusiyyətlərlə bağlı səhv fikir müəyyən edin. Söz zincirtili samitlə başlayır, zincirtili samitlə bitir. Bu düzdür. Sözdə 2 y, üzr sayın, burada səhvə yol vermişəm. Qoy bunu təzədən yazım. Yetkinlik. Səhvdir. Söz zincirtili samitlə başlayır, zincirtili samitlə bitir. Düzdür. Sözdə 2 y, 2 n samiti işlənib. Düzdür. Sözün əvvəlində və sonunda eyni samit işlənib. Düzdür. Samitlərdən 4-ü zincirtili, ikisi çardır. Y, c, ikisi çardır fikri səhv olacaq. Çünki burada bir dənə t zincirtilidir. Qalanları hamısı t çardır. Qalanları hamısı isə zincirtilidir. Ona görə səhv cavab olacaq 46-da D bəndi. 47. Cürətlə sözünün fonetik səs tərkibi ilə bağlı səhvi göstərin. Cürət. Cürətlə belə olacaq. Birdə deyir, səs və hərflərin sayı eynidir. Yanlışdır bu. Biri çıxdı. Daha doğrusu səhvləri soruşur elə. Elə biri olacaq 1. Sözdə 3 zincirtili bir çar samit var. 3 zincirtili. C zincirtilidir. R'da bir çar samit var. 3 zincirtili yox. 4 zincirtili samit var. Ona görə 1-də olacaq 2. 1, 2. Elə 1, 2 cavabı düzgün cavabdır. Səs və hərflərin sayı eynidir. Bir də sözdə 3 zincirtili bir çar samit var fikri. Düzgün cavab olacaq. E bəndi. 48-ə baxaq. 48-də deyir, velosiped sözünün velosiped kimi tələffüz olunacaq. Səhv fikir müəyyən edin. 2 zincirtili 3 çar samit. Zincirtili 3 çar samit var. Bu düzdür. Ahəng qanunu gözlənilmir. Bu da düzdür. E incədir, o qalın. Sait səslərdən biri dodaqlanan, üçü dodaqlanmayandır. Velosiped. Biri dodaqlanan. Dodaqlanan sait yoxdur ümumiyyətlə. O saiti də A kimi tələffüz olunur. Ona görə cavab belə olacaq C bəndi. 49. Tiskinli. Tiskinli kimi tələffüz olunacaq. Fonetik xüsusiyyətlərlə bağlı səhv fikir müəyyən edin. Bir dəqiqə görsənmir sual. Samitlərdən yalnız biri fərqli şəkildə tələffüz olunur. Xeyr. Tiskinli. İkisi fərqli tələffüz olunur. Elə cavab olacaq A bəndi. 50. 4 künc. 4 künc kimi tələffüz olunacaq. 2 fərqli tələffüz olunan samit var. Fonetik xüsusiyyət C samiti. C samiti yoxdur sözdə. Tələffüzdə C olduğuna görə elə birinci cavab səhv cavabdır. Əgər desəydi ki, C samitinin zincirtili qarşılığı C-dır, o fikir düz olacaqdı. Amma sözün tələffüzündə C yox, C olduğuna görə bu fikir səhvdir. 50-də oldu A bəndi. 51. Zəiflik sözü. Zəif xıştirik olacaq axırda da. Zincirtili samitlərin hamısının çar qarşılığı var. Z-nın S, Y-nın xıştirik, L-nın yoxdur. Elə səhv cavab olacaq A bəndi. Çünki L-nın çar qarşılığı yoxdur. 52. Zülümlə sözünün fonetik səs tərkibindəki səhvi müəyyən edin. Olacaq zülümlə. Cavablara baxaq. Delişə yazışından fərqlənir. Düzdür. Sözdə saitlərin hamısı incə və qapalıdır. Düzdür. İncə və qapalıdır.
Səhv fikir budur, çünki ə qapalı deyil, ə açıqdır. Ona görə cavab olacaq B bəndi. 53. 53-də deyir, isti sözünün fonetik xüsusiyyətləri. İsti sözünün tələffüzünü yazırıq. İsti. Yazışı deyilişi fərqlənir, düzdür. 2 çar samit işlənib, baxaq. 1 çar, 1 cinciltili. Deməli, bu olacaq səhv fikir. B bəndi. 54. Şənbə. Şənbə sözü belə tələffüz olunacaq. Səhv fikri soruşur bizdən. Ş, çar, n, b. N yoxdur ki, tələffüzdə m var. Ona görə elə səhv cavab olacaq A bəndi. 55. İstifadə sözünün fonetik xüsusiyyətləri. İstifadə. Ahənc qanunu pozulmuşdur. Düzdür. Düzgün fikirləri soruşur. 1. 3 çar samit işlənib. S çardı, F çardı. Bax, bu səhv olacaq. Deməli, 2-ni götürmürük. 2 olan cavabları çıxdıq. A bəndi getdi, D bəndi getdi. Həm açıq, həm də qapalı sahitlər var. Bu da düzdür. Biri olacaq 3. 1-3. Vurulsu sonuncu hecadadır. İstifadə. Bu da düz cavabdır. 1-3-4. Axırıncıya da baxaq. Deyilişi və yazılışı fərqlənmir. Fərqlənir. Bax, görürsünüz. Burada da fərq var. Cavab oldu 1-3-4. O da oldu E bəndi. 156. 56-da deyir, tüstü sözünün. Tüstü sözü də tüstü kimi tələffüz olunacaq. 5 səs düz səhv fikirləri soruşur bu dəfə. 5 səs 5 hərfdən ibarətdir. Bu düzdür. 1-lə işimiz yoxdur. 1 olan cavablar getdi. Məsələn, burada D, burada B getdi. 2 hecalı sözdür. Vurğu birinci hecadadır. Tüstü. Tüstü sözündə vurğu sona düşür. Ona görə bu cavab səhv olacaq. 1 olacaq 2. Səhv cavabın 1-i 2 oldu. Sonra 2 incə dodaqlanan qapalı sahit işlənmişdir. İncə dodaqlanan və qapalı. Bu düzdür. Düz fikri də çıxdıq. Deməli 3 olan cavabı da çıxdıq. 3 də getdi. Demək 3 çar samit səs var. 3 çar samit. 3 çar samit yoxdur. T və S çardı, amma D cinciltilidir. Səhv cavabın biri də olacaq 4. Cavab da olacaq 2-4 E bəndi. 57. 57-də deyir, sərbəstlik sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi göstərin. Sərbəstlik. Sərbəstlik olacaq tələffüz. T düşəcək tərəf, sərbəstlik. Vurul son hecanın üzərinə düşür, düzdür. Saitlərin hamısı incədir, düzdür. Saitlərin hamısı dodaqlanmayandır, düzdür. Bir samitin qarşılığı yoxdur. Demək, xeyr, yox, düzdür. Bir samitin qarşılığı yoxdur. Sözdə 7 samit, 3 sait səs var. 7 samit yoxdur. 1, 2, 3, 4, 5, 6 samit var. Tələffüz zamanı T düşdüyünə görə 6 samit var. Ona görə də 57-də olacaq E bəndi. 58. 58-də deyir, əlbəttə. Əlbəttə sözünün tələffüzünü yazaq. Birinciyi, əlbəttə. Sonra cavablara baxaq. Deyilişi, düzgün fikirləri soruşur. Yazışı ilə deyilişi fərqlənmir. Bu səhvdir. 1 olan cavabları çıxırıq. Sonra 1 çar 3 cinciltili samit işlənib. L cinciltilidir, B cinciltilidir, D cinciltilidir, T isə çardır. Bu fikir düzdür. Deməli, düzgün cavablardan biri oldu 2. Vurğusu ikinci hecadadır. Əlbəttə. Bu da düzdür. Əlbəttə demirik, əlbəttə deyirik. Ona görə biri də olacaq 3, 2, 3. Sonra ə səsi incə, dodaqlanmayan qapalı saitdir. Bax, ə səsi düzdür, incədir, dodaqlanmayandır, amma qapalı deyil, açıq saitdir. Ona görə 4 də səhvdir. 4 olan cavabları da çıxırıq. Əslində məntiqlə, yəni səhv cavabları çıxmaqla da düz cavabı tapırıq, amma digər cümləyə də baxaq. Dodaqlanmayan incə saitlərin ahəngi var. Bu da düz cavab olacaq. Olacaq 2, 3, 5 A bəndi. 59. Motor. Motor sözü motor kimi tələffüz olunur.
Səhv fikir müəyyən edin. O qalın açıq dodaqlanan saitdir. Düzdür. İki hecalı sözdür. Vurğu ikinci hecaya düşür. Motor. Düzdür. Bu sözdə 5 səs, 5 hərf var. 5 səs. Səslərdən biri buradakı səs, o səsi A kimi tələffüz olunmalıdır. Ona görə elə 59-da cavab olacaq C bəndi. 60. 60-da deyir, oğlanlar sözünün fonetik xüsusiyyətləri. Tələffüzü yazırıq birinciyi. Oğlanlar. Demək, O qalın dodaqlanan açıq, A qalın dodaqlanmayan açıq saitdir. Bu düzdür. L səsindən 2 dəfə istifadə edilib. Baxaq görə həqiqətən də 2 dəfədir. Tələffüzdə bir dəfə olduğuna görə deməli bu fikir səhv olacaq. 60-da cavab olacaq B bəndə. 61-ə baxaq. 61-də deyir işıqlı sözünün fonetik xüsusiyyətləri. İşıqlı sözü belə olacaq. İşıqlı. Düzgün fikirləri müəyyən edin. Yazılışı, deyilişi fərqlənmir. Səhvdir bu. Biri çıxdıq. Bir olan cavablarda getdi. A, E, C bəndləri getdi. 2 çar 1 cinciltili samit işlənib. Deməli, L cinciltilidir. Ş və X samitləri çardır. Bu düz cavab oldu. Deməli, düzgün cavabın biri oldu 2. Vurğusu ikinci hecaya düşür. İşıqlı. Vurğusu ikinci hecaya düşmür. Baxın, işıqlı sözündə 3 heca var. Düzdür, 3 sait var. İşıqlı demirik ki, işıqlı deyirik. İşıqlı da vurğu düşür son hecaya, yəni 3-cü hecaya. Deməli, 3 də səhv cavabdır. Ahəng qanunu pozulmuşdur. Bu düzdür. 2, 4. Bir də saitlər qapalıdır. Bu da düz cavab olacaq. Olacaq cavab 2, 4, 5. O da D bəndi. 62. Məqsəd. Məqsəd sözü belə tələffüz olunur. Məqsəd. İndi baxırıq. S samiti çar, digər samitlər zinciltilidir. Səhv fikir elə bu fikir olacaq. Çünki K-da çardır, T-da çardır. Ona görə 62-də çox düşünməyə elə cavab A bəndidir. 63. Fıstıq sözü. Fıstıq sözü belə tələffüz olunur. Fıstıq. Fıstıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri göstərin ya da müəyyən edin. Q cinciltili, T çar samitdir. Q yoxdur ümumiyyətlə tələffüzdə. Ona görə elə səhv fikir olacaq A bəndi. 64. Kəskin. Kəskin sözünün. Kəskin belə tələffüz olunur. Kəskin. Hecalardakı hərflərin sayı bərabərdir. Düzdür. Deyilişi ilə yazışı fərqlənir. Düzdür. Əyincə açıq dodaqlanmayan, İ incə qapalı dodaqlanmayan saitdir. Düzdür. Samit səslərin 3-ü çar, 1-i cinciltilidir. Ç çardır, S çardır. İkisi çar, ikisi cinciltilidir. 3-ü çar, 1-i cinciltilidir fikri səhv olacaq. O da olacaq D bəndi. 65. Nöqsan. Nöqsan sözü belə tələffüz olunacaq. Nöqsan. Vurğu ikinci hecaya düşür, düzdür. Ö incə açıq dodaqlanan, A qalın açıq dodaqlanmayan saitdir. Düzdür. Səs və hərflər sayca bərabərdir. Düzdür. 2 hecalıdır. N və Q cinciltili. Tələffüzdə Q var, Q yoxdur ki. Deməli, bu fikir səhv olacaq. Tələffüzdə nə varsa ona baxmaq lazımdır. 66. Usta. Usta da usta kimi tələffüz olunacaq. S və T çar samitlərdir. Tələffüzdə T yoxdur ki, D var. Ona görə elə səhv fikir olacaq A bəndi. 67. 67-də deyir həftə sözünün. Həftə sözü də belə olacaq. Həftə. Səhv fikri soruşur. Sözdə 2 çar 1 cinciltili samit var. 2 çar 1 cinciltili düzdür. Əyincə dodaqlanmayan açıq saitdir. Düzdür. Vurğu birinci hecaya düşür. Həftə. Həftə demirik. Həftə deyirik. Həftə dediyimizə görə də vurğu 1-ə yox, ikinci hecaya düşür.
Cavab olacaq C bəndi. 68. Rəftar. Rəftar sözü rəftar kimi tələffüz olunur. Səhv fikri müəyyənləşdirin. 2 kar samit yanaşı işlənmişdir. Deməli, bir dənə kar samit var sözün ümumiyyətlə tələffüzündə. Qalanları cingiltilidir. Ona görə elə burada 2 kar samit yanaşı işlənmişdir. Fikri səhvdir. A bəndi. 69. Seçici. Olur seçici. Fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. İ incə, qapalı dodaqlanmayandır, düzdür. E incə, açıq dodaqlanmayandır, düzdür. Hər üç samitin cingiltili qarşılığı var. S-nın cingiltili qarşılığı var. C-nın da cingiltili qarşılığı var. C-nın isə cingiltili qarşılığı yox, kar qarşılığı var. Ona görə cavab belə olacaq C bəndi. Çünki bu cavab səhvdir. 70. 70-də deyir, səs və hərf tərkibinə görə fərqlənən sözü müəyyən edin. Səs və hərf tərkibinə görə fərqlənən söz kəşfiyyatçı sözü olacaq. Çünki tələffüz zamanı y-lardan biri düşəcək. Qalanları isə heç bir fərq olmayacaq. 70-də də oldu C bəndi.